Bu da Xankəndi şəhəri görürsüz. Hal-hazırda tarix göstərir 26 dekabr 2025-ci il. Düz 34 il bundan əvvəl şəhər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. İşğaldan əvvəlki dövrünə baxsaq şəhərin, hansı ki münaqişə ocağının alovlandığı dövr, 1991-ci ildə, daha doğrusu 1988-ci ilin yanvar ayından başlayaraq Ermənistanda və Xankəndidə ermənilərin mitinqləri başlayır. 1988-ci ilin fevral ayının 14-də Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı erməni rəhbərliyi iki tələb irəli sürdü. Bu tələblərdə nələr nəzərdə tutulmuşdu? Birinci tələb o idi ki, Azərbaycan hökuməti Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu dəyişdirsin. SSR rəhbərliyi Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-nin tərkibindən çıxardıb Ermənistan SSR-yə versin. Və 1989-cu ilin yanvar ayında Vojkinin başçılığı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiqi haqqında qərar qəbul olunur və xüsusi idarə komitəsi yaradılır. Bu xüsusi idarə komitəsi 10 ay fəaliyyət göstərir və xüsusi idarə komitəsi yaradılan dövrdən başlayaraq artıq Xankəndidə yaşayan Azərbaycanlılar şəhərdən çıxarılmasına başlanılır. 1989-un yayında Xankəndidə yaşayan bütün Azərbaycanlılar artıq şəhərdən çıxardıldı. 1991-ci il 26 dekabrda isə bu şəhər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunur. 2020-ci il 2-ci Qarabağ müharibəsinin nəticəsində Xankəndi şəhəri keçir Rusiya sülhməramlarının nəzarətinə. 2023-cü il 19-20 sentyabr lokal xarakterli antiterror əməliyyatları nəticəsində Xankəndi şəhəri Azərbaycanın nəzarətinə keçir. 29 sentyabrdan Azərbaycan polisi Xankəndi şəhərində nəzarət etməyə başlayır. 15 oktyabr 2023-cü ildə isə Xankəndi Azərbaycan Respublikasının bayrağı qaldırılır. 8 noyabr 2023-cü il tarixində Xankəndidə deyirik ki, hərbi parad keçirilir. Qazanılmış qələbənin şərəfinə. Belə.